Salam. İnternetin kodunu bilmirsən. Salam. Kafenin girişində yazılmışdı. Hə, çox sağ ol. Neynirsən? Kitab oxuyuram. Kitab oxuyursan? İndiki zamanədə kitab oxuyan qalıb. Telefon zamanəsidir. Kafeyə elə adına yazıb ki, internet kafedir. Sən gəlib burada kitab oxuyursan. Özünü kimə göstərirsən? Necə yəni? Başa düşmədim. Özünü göstərmək? Həm də kitabın yaşı yoxdur axı məndə. Bax, az öncə gördüyüm bir videorolik deyil. Gerçək bir həyatdan alınmış hekayə idi. Təəssüf ki, keçənlərdə belə bir video rast gəldim. Kitab oxumanın cahillik olduğunu, göstəriş olduğunu, özümüzü dırnaqarası ədəbiyyatşünas adlandırdığımızı müdafiə edən bir qrup gənclər, bir qrup insanla rastlaşdım. Bu biraz şəxsi inkişaf videosu olmayacaq, amma sizin də fikirləriniz mənə çox maraqlıdır. Bu haqda düşüncələriniz nələrdir? Kitab oxumaq həqiqətən faydalı mıdır, zərərli midir? Bu haqda fikirləriniz həqiqətən də mənə çox maraqlıdır. Şərhlər qismində də bölüşə bilərsiniz. Əvvəla kitab oxumanın cahillik olub olmadığını bu videoda sizinlə bərabər araşdıracağıq. Həqiqətən haqlı mıdırlar? Hansı argümanlara dayanırlar? İsbatları nələrdir? Nə zaman zərərlidir, nə zaman xeyirlidir? Bu videoda sizinlə müzakirə edəcəyik. Kitab oxumaq ümumiyyətcə nədir? Sıfırdan başlayıram. Kitab oxumaq dediyimiz şey əlimizə bir kitabı alırıq. Fərqi yoxdur. Şəxsi inkişaf, lap gedib Koroğlu da oxuya bilərsən, Dədə Qorqud da oxuya bilərsən, nağıl hekayəsi də oxuya bilərsən, romantik hekayələri də oxuya bilərsən. Fərqi yoxdur. Əlinə bu vasitəni alırsan və oxumağa başlayırsan. Oxuduqca nə olur? Dünya görüşün artır, söz ehtiyatın artır, insanlarla söhbət edərkən yeni mövzular tapırsan, dostlarınla söhbət edərkən daha çox ətraflı olursan. Necə deyim, hər tərəfli bir insan edir səni bu kitablar. İstər şəxsi inkişaf oxu, istərsən bədii ədəbiyyat oxu, heç bir fərqi yoxdur. Bəs niyə cahillikdir? Niyə belə adlandırılır? Gəlin ona bir baxaq. Kitab oxumağa cahillik deyən insanların dediyi fikirlər nəyi təsdiqləyir? Gəlin onu müzakirə edək. Məsələn, bayaqki misaldakı oğlanı gördünüz. Açgil oğlan kitab oxuyurdu. Başqa bir oğlan gəldi və ona kitab oxumaq, özünü göstərməkdir, cahillikdir, indiki zamanədə internet zamanəsidir, kitab oxunarmı kimi şeyləri dedi. Yəni bu deməkdir ki, kitab oxumaq yerinə gedək Instagramda, TikTokda vaxtımızı boş-boş itirək. Yox, əgər kitab oxumaq ziyanlı bir şeydir, gedək özümüzü inkişaf etdirək deyiriksə, burada məsələn iki qılıncın bir-birinə dəyməsi kimi bir səs çıxacaq yəni. Yəni şəxsi inkişafın bildiyiniz kimi əsas təməllərindən biri də kitab oxumaqdır. Özünü inkişaf etdirmək istəyən insanlar hər zaman kitab oxuyurlar. Ta gedib vaxtını onun bunun həyatını izləyərək, ona buna mesaj ataraq, onunla danışaraq, bununla danışaraq keçirtmirlər. Keçirtməməliyik. Bax, kitab oxumağı pis bir şey kimi göstərirsənsə, sən bu düşüncələrin tərəfdarısan. Və hansı zaman kitab oxuma olmaz? Bax, onu deyirəm. Məsələn, kiçik yaşda olarsan, yetişkinlərə uyğun kitablar olar. Qan, şiddət, vəhşət içərən kitablar ola bilər. Ümumiyyətcə, dini ünsurlara tənqidi ola bilər, təhqirlər istifadə edilən kitablar ola bilər. Nə bilim, sənin inancına zədə vuracaq kitablar ola bilər, milliyyətinə zədə vuracaq kitablar ola bilər. Məsələn, bu türk xalqlarına daha çox yazırlar. Məsələn, gizli siyasət, məkirli siyasətlərdir. Bu ermənilərin bəzi kitabları var. Məsələn, İngiltərəyə falan buraxırlar ki, nə bilim, məsələn, Azərbaycanlılar ümumiyyətcə türklər haqqında pis fikirlər yaymaq. Bax, o söhbətlər səninlə razıyam. Həqiqətən də o kitablardan uzaq durmaq lazımdır. Ancaq ümumiyyətcə kitab oxumaq cahillikdir fikri başlı başına özü bir cahillikdir. Qəbul edək bunu. Gəldik başqa bir şeyə. Kitab oxumaq sənə nə qatar? Bu fikri təsdiqlədik. Artıq sən kitaba qarşı bir sevgi yarandı. Kitab oxumaq sənə nə qatar? Əvvəla təkrar edəcəm. Dünya görüşün artır. Məsələn, tutaq ki, sən Hacı Zeynalabdin Tağıyev haqqında oxumusan, məsələn. Gedirsən, məsələn, İsmailiyyə binasını görürsən, deyirsən, bunu o vaxt Hacı Zeynalabdin Tağıyev tikdirir falan, başlayırsan onun həyatından danışmağa. Nə bilim, o Balta əsəri var, uşaqlıqda ədəbiyyatda keçdiyimiz.
Nə bilim Hacı Zeynalabdin Tağıyev varlı da olsa evindən hər zaman o paslı baltanı asırdı. Sonra o Bibi Heybətdən keçəndə sən deyərsən ki, "A, burada Hacı Zeynalabdin Tağıyev neft fontanı vurmuşdu." Odur. Sənin üçün dünya görüşün. Nə hansısa alim haqqında oxuyursan, nə Albert Einstein, Isaac Newton haqqında oxuyursan, artıq məsələn birisi deyir ki, məsələn Isaac Newton beləsənsə, "A, mən də oxumuşam o kitabı, çox qəşəngdir, belədir." Ümumiyyətlə futbol haqqında olsun. Ümumiyyətlə bax, istənilən sahədə kitab oxumağın öz faydaları, dəyərləri var. Dünya görüşündən ziyadə kitablar sənin söz bazanı artırır. Məsələn, belə səlis cümlə qurmaq, 2-3 dəqiqə boyunca dalbadal danışmağında sənə kömək edir. Məsələn, gələcəkdə universitetdə məsələn münazirələr falan olacaq. Gedəcəyik, söhbət edəcəyik, danışacağıq, öz fikirlərimi bölüşəcəyik. Qabağına insan gəldi, salam necəsə, dayandım olmayacaq. Eləməyəcəksən bir də. Direkt ondan öz fikirlərini bölüşə biləcəksən. Bax, hətta kitab oxumanın özümdə olan bir təsirini deyim. Nə qədər biraz düzgün deyil, amma düzgün də sayıla bilər məsələn. Səlis cümlələr qurarkən fikir versənsə, arada türkcə kəlmələrdən istifadə edirəm. Onun da təsiri o türkcə oxuduğum şəxsi inkişaf kitablarından qaynaqlanır. Bəs yaxşı, kitab oxumaq istəyirəm. Bəs hansı kitablar oxunur? Mənə kitab oxumaq maraqlı gəlmir. Sənə nə maraqlı gəlirsə, nə sənin zövqündürsə, sənin ürəyin hansı kitab yaxırsa ged onu oxu. Sırf şəxsi inkişafla məşğul olursan deyə gedib bu tip kitablar oxumaq zorunda deyilsən. Mən tərcihimdə ona görə mən bunu oxuyuram. Məsələn, sən romantik hekayələr sevərsən, al birini oxu. Nə bilim, fantazi qurğu sevərsən, aksiyon sevərsən, ged al oxu. Yəni oxumayana nisbətən ən azından kitab oxumuş sayılacaqsan. Yəni necə deyim, o şeydir, illa bu kitab oxumaq, bu dərs bir şey deyil. Bu sənin sevdiyin bir hobindir. Bu hobidir. Necə tenis oynayırsan, futbol oynayırsan, orada məcburiyyət olmur. Bu da hobi kimi bir şeydir. Sum olası. Kitab oxuduqdan sonra bunu çalış rutinlər halına gətir. Gecə və səhər növbələşməsi et. Məsələn, səhər 10 vərəq oxu, gecə 10 vərəq oxu. Kitab oxumaq videomuz, alışqanlıq videomuz haqqında danışmışdım o videoda. O videoda kanalda mövcuddur. 2-3 ay bundan əvvəl çəkmişdim. Belə məsələn, kitab oxumağa başlamaq istəyən bir insansansa, o videonu çox tövsiyə edirəm. Orada da qəşəng məsləhətlər vermişəm, onu da izləyə bilərsən. Kitab oxumamağın özü bir cahillikdir. Çünki sən, necə deyim, sənə fayda verəcək bir şeyi, hətta universitetə hazırlaşan belə, yəni kitab oxuyur, istər-istəməz. O elmi dildə yazılmış kitabdır, yəni gedib əvvəl-axır onu oxuyursan. Yəni mənə də həqiqətən çox fikirləriniz çox maraqlı gəlir. Xahiş edirəm, mənə də yazın ki, niyə kitab oxumaq olar, niyə kitab oxumamaq lazımdır. Bunları bir araşdıraq. Mən də çalışacağam ki, onları cavablandırım. Mənim özümə də ümumiyyətlə kütlənin fikri də çox maraqlı gəlir. Elite Society-nin fikri də çox maraqlı gəlir bu mövzu haqqda. Düşüncələrinizi mənimlə paylaşa bilərsiniz. Təşəkkür edirəm. Şəxsi inkişaf videoları izləməyin çox gözəl bir şeydir. Özünü inkişaf elətdirirsən, özünü bambaşqa bir səviyyəyə daşıyırsan. Həm özündə səviyyə adlamaq, həm də digər insanlara dəstək olmaq, həm də mənim alqoritmama dəstək olmaq üçün kanala abunə olub like düyməsinə də basa bilərsən. Beləliklə həm mən motive olaram, daha çox video gələr. Beləliklə də həm də digər yararlana bilməyən Azərbaycanda bir çox gəncimiz bizim videolarımızdan yararlana bilər. Təşəkkür edirəm.